Arzum kimi tanınan tiktoker İlduzə Hacıyeva barəsində çıxarılan həbs hökmü günlərdir müzakirə olunur. Onun günahsız olduğunu deyənlərlə yanaşı, məhkəmə hökmünü ədalətli sayanlar da var. Artıq bu mövzuda yalnız sosial şəbəkə fenomenləri danışmır. Deputatlar, jurnalistlər, hüquq müdafiəçiləri də fikir bildirir. Əsas diqqət Arzumun qəzadan sonra hadisə yerindən qaçmamasına, yol hərəkəti qaydasını kobud şəkildə pozmamasına yönəldilir. İlduzə Hacıyeva ilə bağlı ən son məlumat onun azadlığı üçün imza toplanmasıdır. Bildirilir ki, müxtəlif sosial şəbəkə qruplarında yayılan paylaşımlarda vətəndaşlara petisiyanı imzalamaq çağırışı edilir. Paylaşım müəllifləri Arzumun haqsız yerə həbs olunduğunu iddia edərək kampaniyaya dəstək istəyiblər. Qlobal İnfaz xatırladır ki, Azərbaycanda imza toplamaq ənənəsi uzun müddət davam edib. 1990-cı və 2000-ci illərin əvvəllərində həbs olunan müxalifətçilərin, jurnalistlərin müdafiəsi üçün imza toplamaq kampaniyaları aparılıb. Daha çox siyasi xarakterli olan bu kampaniyalar vasitəsilə kimlərinsə həbsdən dərhal buraxılması ilə bağlı fakt yoxdur. Bu, daha çox mövzunu gündəmdə saxlamaq və həbs olunan şəxsin ictimai müdafiəsini təşkil etmək üçün atılan addım idi. Ən kütləvi imza toplama hadisəsi isə AMİP lideri Etibar Məmmədovla bağlı olub. O, 1990-cı ilin 20 yanvar hadisələrindən sonra Moskvada həbs edilmişdi. Etibar Məmmədov SSR paytaxtında məşhur Lefortovo həbsxanasında saxlanılırdı. Onun azadlığa çıxması üçün Azərbaycanda 2 milyon imza toplanaraq Moskvaya göndərildi. Etibar Məmmədovun həbsdən çıxmasında bu imza toplama kampaniyasının müəyyən qədər rolu oldu. Arzum da Etibar Məmmədov qədər şanslı ola biləcəkmi? Onun müdafiəsi üçün başladılmış petisiya uğurlu yekunlaşacaqmı? Ən əsası, bu kampaniya məhkəmə hökmünə təsir göstərəcəkmi? Bu sualların cavabının yaxın günlərdə bilinməsi gözlənilir. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.